Azərbaycan Respublikasının əməkdar artisti Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddinoğlu Əliyev vəfat edib. 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib. O 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib. Gəncədə yük avtomobili yanıb. Hadisə şəhərin Sevil Qaziyeva küçəsində qeydə alınıb. Belə ki, Elşən Cəfərova məxsus Ford Transit markalı yük avtomobilində yanğın baş verib. Sürücü yanğını söndürməyə çalışarkən müxtəlif yanıq xəsarətləri alıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb edilib və alov söndürülüb. Maşın yararsız vəziyyətə düşüb. Gürcüstanın paytaxtı Tiflisdə 37 yaşlı Azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib. 2 gün əvvəl Tiflisin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiham tərəfinin versiyasına görə hadisəni törətməkdə təqsirləndirilən İver Eliyeva qurbanı ilə əvvəlcədən tanış olmayıb. Onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib. Prokurorun bildirdiyinə görə təqsirləndirilən şəxs qumar asıllığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədi ilə İradə Quliyevanı öldürmək qərarına gəlib. İstintaq materiallarına əsasən Eliyeva qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərər çəkmiş, hadisə yerindəcə dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. İlkin dindirmə zamanı cinayəti etiraf edən və motive ətraflı izah edən Eliyeva məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Boazitçenin sözlərinə görə hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti tamah məqsədi ilə adam öldürmə kimi qiymətləndirilməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir. Qeyd edir ki, turizm məqsədi ilə Gürcüstanın paytaxtına gedən 37 yaşlı Quliyeva orada kirayə mənzildə qalırmış.